Deməli, bugün analizatorlarının davamını, yəni eşitmə və müvazinət orqanımız qulağa keçəcəyik. Gözdən sonra qulaq da bizim hiss orqanlarımızdandır və ətrafımızdakı səsləri qəbul edirik. Biri var, səsləri dalğalar formasında qəbul edəsən. Biri var, deyəsən gözdə şüa formasındaydı. Biz qulaqdan səsləri səs dalğaları formasında qəbul edirik. Və qulaqda ilk dəfə daxili qulaq əmələ gəlibdi balıqlarda. Ondan sonra əmələ gəlibdi daxili orta qulaq. Orta qulaq da əmələ gəldi sudoqurda yaşayanlarda. Və bu şəkildə təkamül prosesi ilə gəlir. Ən son qulaq seyvanı əmələ gəlir. Qulaq seyvanı ilk dəfə məməlilərdə əmələ gəlib. Bu şəkildə qulaq keçəcəyi, məsələn, quşlarda əmələ gəlibdi. Sonra təbil pərdəsi sürünənlərdə əmələ gəlir. Bu şəkildə yəni inkişaf edir eşitmə orqanı. Eşitmə orqanımız xarici qulaqdan ibarətdir. Daxili və orta qulaqdan ibarətdir. Burada qulaq seyvanı. Deməli, xarici qulaq nədən ibarətdir? Xarici qulaq seyvanından ibarətdir. Qardaş götürək. Qulaq seyvanından ibarətdir. Qulaq seyvanı səs dalğalarını ötürür xarici qulaq keçəcəyinə. Bu isə xarici qulaq keçəcəyidir. Və xarici qulaq keçəcəyi təbil pərdəsi ilə orta qulağa çatır. Yəni, təbil pərdəsi xarici qulaqla orta qulağı bir-birindən ayırır və təbil pərdəsi orta qulağın bir hissəsi sayılır. İndi, burada xarici qulaqda demək olar səs heç bir dəyişikliyə uğramır. Sadəcə qəbul olunur və ötürülür. Xarici qulaqda pivəzləri açılır, kirvəzləri açılır. Yəni, bu şəkildə vəzlər xarici qulağa açıla bilir. Sonra təbil pərdəsi deməli səs dalğalarını qəbul edir və onu orta qulağa, yəni oradan artıq orta qulaq başlanır ki, orta qulağa ötürür. Orta qulaq deməli tutaq ki, bu təbil pərdəsi. Təbil pərdəsinə söykənir çəkic. O da söykənir zindana, o da söykənir üzəngiyə. Yəni bir orta qulaqda 3 dənə sümük var. 2 dənə də artıq 6 dənə sümük var. Çəkic, zindan, üzəngi. Çəkic təbil pərdəsinə söykənir, sonra digər hissəsi zindana, zindan isə üzəngiyə söykənir. Bu şəkildə səsləri biz qəbul edirik. Bu sümükçüklərin sayəsində də o səslər ötürülür ilbizə, yəni daxili qulağa. İndi orta qulaqda bundan əlavə Yevistah borusu da var. Bu Yevistah borusu ortalığın hissəsidir. Yevistah borusu qulaqla burun udlağı əlaqələndirir və biz deyəcəyik ki, bu Yevistah borusu səslərin qəbulunda, eşitmədə heç bir rol oynamır. Yevistah borusunun işi təbil pərdəsini qorumaqdır. Burada bir pərdə varsa, çöldən də hava təzyiqi vurur da, təzyiq vurur. Bu təzyiq balanslaşmalıdır. O balanslaşdırmada burun udlaq sayəsində baş verir. Yəni, məsələn, yüksək partlayışda, yüksək səsdə həmişə deyirlər ki, ağzınızı biraz açıq qoyun ki, o təzyiq bərabərləşsin, təbil pərdəsi cırılmasın qulağınızda. Yəni, indi sizdən eşitmə borusunun, adı eşitmə borusu olsa belə, Yevistah borusunun, məsələn, işi soruşulsa, deyəcək ki, təzyiqi bərabərləşdirməkdir. Orta qulaqdakı təzyiqi bərabərləşdirməkdir. Belə. Sonra keçək daxili qulağa. Daxili qulaq biraz mürəkkəbdir. Görün, burada göstərməyibdir. Daxili qulaqdan danışanda, deməli, daxili qulaq ibarətdir ilbizdən və 3 yarımdairəvi kanaldan və onların dibində də kisəciklərdən. Yarımdairəvi kanal və kisəcik. Deməli, bir qulaqda 3 yarımdairəvi kanal var, 2 qulaqda 6 yarımdairəvi kanal var. Burada eşitmədə əsas rolu oynayır ilbiz. İlbizin üzərində, bunu yaxınlaşdırın biraz. İlbizin üzərində kiçik tükcüklər var və buradan üzəngi bu divara vurduqca titrəmə baş verir. Əlbəttə ki, oradan oval pəncərəyə keçir, dəhlizə keçir. Sonra o səs ilbizə çatanda o tükcüklər, bax bunun üzərində xırda tükcüklər, o dalğaları tutur. Dalğaları tutur, çevirir sinirə və o sinir vasitəsilə, eşitmə siniri vasitəsilə gedir baş beyin yarım kürələrinə. Bu şəkildə biz eşitməni qəbul etmiş oluruq. Yarımdairəvi kanalların işi nədir? Yarımdairəvi kanallarla oval kisəciklər deməli, nə edir? Müvazinəti tənzimləyir. İnsan, məsələn, yeriyərkən, ayağa qalxarkən müvazinətini saxlayır. Bax, bu kisəciklər dairəvi kanallar sayəsində baş verir. Və içərisində də kisəciklər, otolitlər var. Qoy buraya yazım, otolitlər. Otolitlər kalsium daşlarıdır.
Kalsium 2+ deyək. Kalsium daşlarıdır otolitlər və onların hərəkəti sayəsində insan hərəkət edir. İndi məsələn çəkisizlik şəraitidirsə, bu adamda otolitlər məsələn orada hərəkət edə bilmirsə, mayenin içərisində hərəkət edə bilmirsə, nə olur? Çəkisizlik şəraitində artıq biz istiqaməti, səmti gözlərimizlə təyin edirik. Məsələn, orada müvazinət orqanımız işləməyəcək. Məsələn, sizə sual verə bilər ki, harda müvazinət orqanı işləməz? Deyəsən çəkisizlik şəraitində. Bəs çəkisizlik şəraitində bizim müvazinət orqanı işləmirsə, biz səmti necə təyin edirik? Deyəcəksən ki, gözlərlə. Bu şəkildə. Bu belə. İndi bu sizə aydındırsa, keçək səsin keçdiyi yol və bir də sinirin keçdiyi yol. Deməli, səsin keçdiyi yol nədir? Əgər biz bir səsi qəbul ediriksə, səs xarici qulaq seyvanı. Oradan keçəcək xarici qulaq keçəcəyi. Xarici qulaq keçəcəyindən keçəcək təbil pərdəsi. Sonra oradan keçəcək çəkic zindan üzəngi və yaxud da eşitmə sümükçüləri də deyə bilərik. Çəkic zindan üzəngidən sonra üzəngi ötürəcək onu oval pəncərə. Testinizdə bir dənə sual var. Orada deyir ki, dairəvi pəncərə. Dairəvi pəncərə deyə bir şey yoxdur. Oval pəncərədir. Oval pəncərə. Demək, oval pəncərədən keçəcək dəhlizə. Və buradan keçəcək ilbizə və salam. İlbiz. Burada bitdi. Bu səsin keçdiyi yoldur. Buradan artıq ilbizdən başlayır ilbiz. İlbizdən artıq sinir çıxır. Eşitmə siniri. Eşitmə siniri ilbizdən çıxır. Sinir. Sonra eşitmə sinirindən sonra keçir baş beyin yarımkürələrindən. Əvvəlcə ara beyin, sonra orta beyin, sonra da gicgah payı. Bu şəkildə bu da eşitmə sinirinin keçdiyi yoldur. Sizə deyə bilər ki, gicgah hissədə, yəni gicgah sümüyünün içərisində nələr yerləşir? Sən baxırsan ki, orta qulaqda, daxili qulaqda gicgah sümüyünün içərisində yerləşir. Və bir də sənə deyə bilər ki, eşitmə borusu bunlardan hansında iştirak edir? Bunların heç birində eşitmə borusu iştirak eləmir. Nə səsin keçdiyi yolda, nə də sinirin keçdiyi yolda eşitmə borusunun bir əhəmiyyəti yoxdur. Eşitmə borusu sadəcə təzyiqi deməli, bərabərləşdirməyə işə yarayır. 3 yarım dairəvi kanal və oval və dairəvi hissəciklərdən ibarətdir. Burada eşitmə borusu belə başqa təbil pərdəsi, oval pəncərə. Burada dediyim kimi dairə pəncərə veriləcək, onu götürməyin. Dəhliz ilbiz, eşitmə siniri, eşitmə mərkəzi. Bu səs dalğasının yaratdığı sinir impulsunun keçdiyi. Səs dalğasını, bu ikisini birlikdə veribdir. Bax, belə deyək də, ilbizə qədər, bura qədər olacaq səs dalğasının keçdiyi yol. Bura qədər. Sonra, buradan sonra olacaq artıq eşitmə siniri. Sinirin keçdiyi yol, bu eşitmə mərkəzi buranı qısa veribdir də, təbii ki. Sinir gedir oradan aralıq beyinə, sonra orta beyinə, oradan da keçir mərkəzə, yəni gicgaha. Belə. İndi, vestibulyar aparat da deyəndə dediyimiz kimi, yarım dairəvi kanallar və oval dairəvi hissəcikləri nəzərdə tutulacaq. Əgər həmin bunlarda, otolitlərdə, yəni bu dairəvi hissəciklərin içərisindəki daşçıqlarda problem olarsa, o zaman insan müvazinətini saxlaya bilmir və deyir buradakı kimi ürəkbulanma və s. verə bilər. Bir dənə xəstəlik var, demişdik ki, oteroskleroz. Otoskleroz isə, otoskleroz isə deməli, üzəngi sümüyünün kirəcləşməsidir, şişməsidir, irtihablaşmasıdır. Burada isə Beethoven-də baş verib bu xəstəlik. Deməli, daşı eşitmir də, bu indi müalicəsi var, düzdür, amma vaxt müalicəsi yox imiş. Ona görə Beethoven eşitməymiş, oradan yadda saxlayın. Bizim uşaqlar deyirdi ki, müəllim, Beethoven opera yazıbdır. Biz də bunu opera sklerozu yadda saxlamışıq. Çünki bu adı oxşuyur ateroskleroz oxşuyur. Ateroskleroz arteriya damarlarına, arteriosklerozda damarlarının kirəcləşməsidir. Otoskleroz üzəngi sümüyünün deməli, daha doğrusu damarların səsləşməsi, üzəngi sümüyünün kirəcləşməsi. Sonra bir də var idi osteomaliyasiya.
O da bu ada yaxın idi. Osteomaliyasiyada böyüklərdə D vitamini çatışmazlığı idi. Bu üç adı biri-birindən seçməyi öyrənin. Bundan başqa qulaq xəstəliklərinə səbəb ola bilər. Angina, skarlatina. Skarlatina uşaq xəstəliyidir. Angina isə böyüklərdə də olur. Keçmişdik angina. Bu badamcıqların üzərində ağ ləkələr olur. Viruslar düşür və viruslar boğaza düşür və bu eşitmə borusu sayəsində orta qulağa qədər gedib xəstəliyi yaya bilər. Çünki eşitmə borusu axı dedik bir dənə borudur. Burun udulaqla orta qulağı əlaqələndirir. O şəkildə xəstəlik gedib orta qulağa çata bilər. Bunu da dedik, bunu da dedik. Gələk dərinin quruluşu və funksiyalarına. Deməli, dəri ifrazat funksiyasını da yerinə yetirir, istilik tənzimində həyata keçirir, D vitamin sintezi də dəridə gedir, ağrını, soyuğu, istini, toxunmanı hiss edir, xarici təsirdən qoruyur və kör adamlarda dəri hissiyatı digər bütün hissiyatlardan daha yaxşı inkişaf etmiş olur. Dərimiz 3 qatdan ibarətdir. Dərimizin bax bu üst hissəsi çox qatlı epitelidir. Bax belə deyim də bu birinci belə qat olsun. Bu onun altında ikinci qat olsun. Nəsə mən bu dərini çox rahat yadda saxlayıram. Çox heç belə necə deyilə çətinlik çəkmirəm də bunda. İzahda da elə anlamadadır. Bu da belə. Deməli, ilk nəyə yadda saxlayırsınız? Yadda saxlayırsınız ki, bax bu üst qat soyulub döşülür. Bütün günü məsələn də görürsən ki, dərin üstə ağappaq kəpəklənir. Bu üst qat deməli çox qatlı epitelidir, çox qatlı. Çox qatlıdır deyə bunun alt qat hüceyrələri canlıdır, üst qat hüceyrələri ölü. Hər dəfə üst qatı təzələmək üçün yenidən alt qatda canlı hüceyrələr sanki ölüb üstə çıxır da, belə deyək. Və bu üst qatda yerləşir. Üst qata deyirdik nə? Yazmayıb burada üst qata. Üst qata deyirdik epidermis. Bu üst qat epidermis hissəsi. Melanin pigmenti yerləşir. Bu pigmentdə nədir? Günəş şüasının təsiri ilə, ultrabənövşəyi şüaların təsiri ilə, D vitamini sintez edir. D vitamini sintezdə bax bu üst qatda gedir. Ondan sonra qalan hər şey, qalan bütün nə keçəcəksə, məsələn sinir, qan damar, sonra tük soğanaqları, tük kökləri, piy cisimləri, bax bunlar hamısı yerləşəcək burada. Qalan bax bir dənə bu melaninlə D vitamininin üstədir. Qalan aşağıda derma qatı isə ən qalın qatdır derma. Və sizdən nə soruşsa bu qatdadır. Qan damarları buradadır, əzələlər buradadır. Sonra tükü qaldıran əzələlər var. Hamısı da say əzələdir bu arada. Heç biri dəridə olan heç bir əzələ deməli enozolog əzələ deyil. Deməli, sonra bir də tük soğanaqları var. Tük soğanaqları və piy cisimləri haqqında belə deyək. Piy cisimləri, bir də tər vəzləri. Tər vəzləri birbaşa olaraq dərinin səthinə açılır. Piy cisimləri isə tükün soğanağının dibinə açılır. Bax belə tük soğanaq olur. Piy cisimi də buradan tükün dibinə açılır. Tükü elastikləşdirmək üçün. Belə. Əgər deyirsə ki, piy dərinin üstünə açılır, bu işə səhv fikirdir. Piy dərinin üstünə açılmaz. Tük soğanağının dibinə açılar. Tər birbaşa dərinin üstünə açılar. Bunun aşağısında isə piy qatı var. Piy qatı isə piy hüceyrələrindən ibarətdir. Piy hüceyrələri. Bax, sənə deyir ki, piy cisimləri harada yerləşir? Deyəsən, piy cisimləri dermada yerləşir. Piy hüceyrələri harada yerləşir? Deyəsən, piy hüceyrələri yerləşir piy qatında, dəraltı piy qatında. Buna görə dərinin 3 dənə qatı oldu. Üstdə epidermis, ortada derma, ən altda da piy qatı. Piy qatında piy hüceyrələri olur, dermada hər şey olur. Ən üstdə epidermisdə isə melanin pigment olur, D vitamini sintez edir, ultrabənövşəyi şüalardan qoruyur və salam. Belə, bir də ölü hüceyrəsi olur və canlı hüceyrəsi olur. Hər iki hüceyrə. Bax, burada dediyimiz kimi. Dərimizə qan damar da gəlir, sinirlər də gəlir. Belə. Burada bunları oxuyarsınız, başa düşəcəksiniz məncə. O qədər çətin deyil bu. Belə. Qoxu və dad orqanımız. Qoxunun mərkəzi bilirsiniz ki, yoxdur. Dad olur, amma qoxu və dad bir-birlə sıx əlaqəlidir. Biz əgər qoxunu ala bilmiriksə, dadı da hiss eləyə bilmirik. Qrip olanda ona görə dad hiss olunur. Burun udulaq desək olduğuna qədər dadı yaxşı hiss eləyə bilmirik. Burun həm qoxu orqanıdır, həm tənəffüs orqanıdır. Və qoxunu buruna hiss edirik. Belə. Qoxu hissiyatının itməsi bir prosesi var. Buna deyəcək anosmiya xəstəliyi. Anosmiya xəstəliyi.
Anosmiya xəstəliyi də qoxu hissiyatının itməsidir. Qaz halında olan maddələrin təsirindən qıcıqlanır. Belə. Dilə gəldikdə. Dil dedik ki, ən çox növ sayına malik olan reseptorlar dildədir. Növü çox da, sayı yox. Sayı çox olan göz idi. 137 milyon orada reseptor var. Amma növ sayı çoxdur dildə. Dildə deməli acı var, tuş var, şirin var, duz var. Arxa hissə acıdır, ön hissə şirindir. Yanlarda isə tuş və duzlular bölünür. Dad məməciklər var, dad şəklində isə. Bir də dil. Ennozolaq əzələdə daxili orqandır. Və bundan başqa dil haqqında başqa bir şey də deyəcəkdim. Qidanın dadını hiss etməkdən əlavə formasını da biz dil vasitəsilə müəyyən edə bilirik. Yəni dildə həm də dəri reseptorları var. Dəri reseptorları həm də dad orqanımızın üzərində var. Bunu da bilmiş olun. Burada göstərilir. Baxın, kiçik dad məməcikləri. Qidanın ən yaxşı dadı 17-35 dərəcədə qəbul olunur. Dad, qoxu, dəri reseptorları qidanın dadını müəyyən etməyə kömək edir. Bax, bu imtahan sualıdır. Gəlib bu qarşınıza çıxacaq. Qoxu, dad və dəri reseptorları vasitəsilə aldığımız duyğuların məcbusu başa düşülür. Qidanın dadı dedikdə. Səslərdə görəcəyiz. Bunu dedik. Duyğu orqanlarımızda olan qüsurlarıdır. Deməli, Braille əlifbası var, bir də işarət dili var. Bir adam əgər gözlərində problem varsa, kördürsə, olacaq, Braille əlifbası ilə öyrənəcək. Onu kəşf edən alimin şərəfinə adlandırılıb. Qulaqlarında problem varsa, bayaq dediyimiz kimi, otosklerozdur, eşitmə cihazından istifadə edəcək və işarə dilindən istifadə edəcək. Belə. Sonra Braille'nin adına dedik, bu oldu. Bir də anosmiyada qoxun hissiyatının itməsidir. Burada başqa nə var? Ürək döyüntüləri haqqında. Bunlar bitirək artıq kitabı buradan. Akademik dünyada ilk orqan nəqli. Bax bu deməli bu var. Deməli uşaqlar 18 yaşına çatmamış şəxslər nə orqan bağışlaya bilməz, nə qan verə bilməz. Yaxşı. Və orqan bağışlamada da deyir şahid lazımdır və orqan köçürülməsi üçün imza lazımdır. Zərərli vərdişlərdən siqaret, alkoqol həyatını itirir. Alkoqolun ziyanları, narkotikin ziyanları var burada. Ətraf mühitin çirklənməsi. Bunlar düşmür. Elə nə keçmişim olardı. Все, bitti. Dərsimiz bitti. Burada izah edəcək bir şey yoxdur. Maraqlı oxuyarsınız, amma buradan heç bir sual düşməz. Elə gözü, qulağı, dad və qoxu orqanlarımızı öyrənin analizatorlardan soruşacağım.